Bugün İstanbul'da Türkiye, Azərbaycan və Gürcüstan Xarici İşlər Nazirlərinin görüşü keçirildi və görüşdən sonra İstanbul bəyannaməsi qəbul edildi. Bugünkü görüşdə hər üç ölkə üçün olduqca vacib məqamlar müzakirə olundu. O müzakirə olunan mövzulardan sonra isə qəbul olunan bəyannamə çox vacib idi. Qısa olaraq bəyannamənin içərisinə nələr var, nələr daxildir? Deməli, üç ölkə suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına dəstəyi bir daha təsdiqləndi. Regional sülh, təhlükəsizlik və iqtisadi əməkdaşlığın gücləndirilməsi vurğulandı. Enerji, nəqliyyat sahəsində layihələrinin xüsusilə Bakı-Tbilisi, Ceyhan, boru kəməri və Cənub qaz dəhlizi strateji əhəmiyyəti qeyd olundu. Orta dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu üzərindən tranzit bağlantılarının inkişafı dəstəkləndi hər üç ölkə tərəfindən. Yaşıl enerji, iqlim dəyişiklikləri və rəqəmsal texnoloji əməkdaşlıq prioritet kimi göstərildi. Terrorizm, kiber cinayətkarlıq və transmilli cinayətkarlığa qarşı birgə mübarizənin gücləndirilməsi vurğulandı. Ticarət, investisiya və biznes əlaqələrinin genişləndirilməsi, forum və birgə mexanizmlərinin davamı razılaşdırıldı. Növbəti görüşün, yəni 11-ci görüşün isə 2027-ci ildə Gürcüstanda keçirilməsi qəbul olundu. Hazırda müharibələrin davam etdiyi bir dönəmdə Türkiye, Azərbaycan və Gürcüstan birgə əməkdaşlığını gücləndirmək istəyir və bu yöndə də atılacaq addımlar əlbəttə ki, bugünkü keçirilən nazirlərin üç tərəfli görüşündə əsas müzakirə olunan mövzulardan idi. Üç ölkə birgə bu çıxılmaz vəziyyətdən, dünyanın üzləşdiyi bu gərgin vəziyyətdən necə minimum itki ilə çıxmağın yollarını axtardılar.